Salam hörmətli müəllimlər, mən Hacıyeva Süreyya sizə inteqrasiya haqqında məlumat verəcəm. İnteqrasiya təlimdə inteqrativliyi təmin edir. Alt standart müəllimə dərsində 2 və daha çox fənnin mövzusunu birləşdirməyə, eyni mövzunu əvvəlki siniflərlə əlaqələndirməyə və ya öyrənilən mövzunu həyatla əlaqələndirməyə imkan verir. Ümumiyyətlə, inteqrasiya bütövləşmə deməkdir. İnteqrasiya müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünü inkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaqla onları sistemləşdirməkdir. İnteqrasiyanın 3 növü var. Fəndaxili inteqrasiya, fənüstü inteqrasiya, bir də fənlər arası inteqrasiya. Fəndaxili inteqrasiya hər hansı bir fənnin daxilində alt standartların məzmunu arasında yaradılan əlaqədir. Bunun da 2 növü var, şaquli və üfüqi. Şaquli inteqrasiya alt standartların fənlər üzrə əlaqəsini əhatə edir. Şagirddən sinifdən sinifə keçərkən öyrənilən obyektlər arasında əlaqə saxlanılmaqla məzmunun daha da genişlənir və dərinləşir. Üfüqi inteqrasiya müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xətlərinə aid alt standartlar arasında əlaqəni əhatə edir. Fənüstü inteqrasiya öyrənmənin həyatla əlaqələndirilməsidir. Öyrənmə yalnız məktəbdə formalaşan bir hal deyil. Hər an, hər yerdə baş verə bilər. Fənüstü inteqrasiya şagirdin dərs zamanı və dərsdən kənar fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsidir. Fənlər arası inteqrasiya problemlərin həlli üçün müxtəlif fənlərdən əldə edilən bilik və bacarıq metodların inteqrativ şəkildə tətbiqini nəzərdə tutur. Elə problemlər var ki, onların həlli yalnız bir fənlə bağlı olmur və bu zaman şagird müxtəlif fənlərdən qazanılmış bilik və bacarıqları, texnikaları, üsul və vasitələri işə salır. Problemlərin həlli zamanı müxtəlif fənlərə müraciət etmək, şagirdlərə fənlər arası əlaqəni görməyə, eyni situasiyada müxtəlif bilik və bacarıqlarını istifadə etməyə şərait yaradır. Beləliklə də şagirdlər anlayırlar ki, hər fəndə qazanılmış biliklər yalnız bu fən konspekti ilə məhdudlaşmır. Problemlərin həlli zamanı bilik və bacarıqlardan inteqrativ şəkildə istifadə etmək mümkündür və lazımdır. Şagird yönümlü bütün dərslərdə müəllimlər prosesi düzgün qursalar, şagirdlərdə inteqrativ düşünmə formalaşdıra bilərlər.